Salamlar hər kəsə. Bugün sinif 7, bölümü 6-ya bərabər birlikdə baxaq. Baxın uşaqlar, həyatımız boyu gün ərzində müxtəlif dəyişikliklər baş verir. Bu dəyişikliklər bəzən görkəmlə də bağlı ola bilər. Bəzən də tərkibi ilə də dəyişikliklər ola bilər. Ona görə hadisələr iki cür olur. Fiziki hadisələr və kimyəvi hadisələr. Əgər bu hadisələr fiziki cəhətdən, fiziki görkəmi ilə bağlıdırsa, fiziki hadisələr adlanır. Kimyəvi hadisələrdə isə kimyəvi tərkibi dəyişirsə, yəni bir maddədən başqa maddəyə çevrilərsə, bu kimyəvi hadisələr adlanır. Məsələn, fiziki hadisələri misal olaraq nəyə göstərmək olar? Suyun donması, ərimə, bunlar hamısı fiziki hadisələrə aiddir. Fiziki hadisələrə, məsələn, suyun qaynaması, şüşənin sınması, dondurmanın əriməsi, odunun doğranması, yağışın yağması, bunlar hamısı fiziki hadisəyə aiddir. Fiziki hadisə zamanı maddənin forması, aqrat halı, həcmi, xırdalanma dərəcəsi dəyişir. Məsələn, burada odun doğranır. Nə olasıdır? Xırdalanma dərəcəsi böyük idi əvvəl, sonra kiçik olasıdır. Məsələn, mayedən qaz halına çevrilən zaman mayenin həcmi daha böyükdür, düz deyil? Mayedən qaz halına keçən zaman qazın həcmi mayedən daha böyükdür, həcm dəyişir, şüşənin sınmasıdır və s. kimi hadisələr, bunlar fiziki hadisələrə aiddir. Fiziki hadisələrə, məsələn, mayedən qaz halına keçməsi, bərkdən maye halına keçməsi, bərkdən qaz halına keçməsi, yəni kondensləşmə, sublimasiya hadisələri, bunlar hamısı fiziki hadisələrə aiddir. Fiziki hadisələr dediyimiz zaman kimyəvi tərkib dəyişmir, yeni maddəyə, bir maddə başqa maddəyə çevrilmir. Ancaq kimyəvi hadisələr zamanı isə kimyəvi tərkib dəyişir, bir maddə başqa maddəyə çevrilmə baş verir. Bir də onu demək istəyirəm ki, fiziki hadisələr dönən hadisələrdir. Kimyəvi hadisələr dönməyən hadisələrdir. Nə deməkdir dönən hadisələr? Baxın, biz indi suyu qaynatdıq, mayədən qaz halına çevrildi, düz deyil? Qazdan da maye halına çevirmək mümkündür. Yəni, kondensləşdirərək qazda maye halına çevirmək mümkündür. Məsələn, başqa hadisələr də buna aid etmək olar. Ancaq kimyəvi hadisələr dönməyən prosesdir. İndi gəlin kimyəvi hadisələri çəkək. Kimyəvi hadisələr hansılardır? Yeməyin bişməsi, dəmirin paslanması, meyvənin çürüməsi, yanma hadisələri, qidanın həzmi. Bunlar hamısı kimyəvi hadisələrdir. Yanan zaman oduncağı götürək. Oduncaq yanır. Yanır və kül əmələ gəlir. Baxın, bir maddədən başqa bir maddəyə çevrildi. Kül əmələ gəldi. Bu haldan, biz kül halından oduncağı qaytarıb yenidən əmələ gətirə bilmərik. Yəni, bu dönməyən proses olduğunu göstərir. Meyvənin çürüməsi. Meyvə əvvəl təravətli olur, təmiz olur. Ancaq çürdüyü zaman bunu istifadə etmək mümkün olmur. Yəni, maddə digər haldan başqa hala çevrilir. Bəzən reaksiyaların baş verməsi, kimyəvi hadisələrin baş verməsi üçün temperatura gərək qalmır. Məsələn, dəmirin paslanması. Dəmir paslanan zaman rütubətin olması lazımdır. Rütubət olduğu zaman dəmir paslanma hadisəsi baş verir. Ancaq yeməyin bişməsidir. Burada nə lazımdır? Temperatur lazımdır ki, istilik olsun ki, yeməyimiz bişsin. Baxın, amma elədir, məsələn, metan qazı var. Metan qazı otaqda olduğu zaman heç bir hadisə baş vermir. Ancaq biz kibriti yandırdığımız zaman böyük bir partlayış hadisəsi baş verir. Burada nə böyük rol oynadı? Temperatur, kibrit böyük rol oynadı. Digər reaksiyalar da bu şəkildə. Bəzi reaksiyalar var ki, reaksiyanın başlaması üçün temperatur lazımdır. Bəzi reaksiyalar da var ki, reaksiyanın bitənə qədər temperaturun olması vacibdir. Məsələn, kalsium karbonatın parçalanma reaksiyasıdır ki, burada reaksiyanın axırına qədər temperatur olmalıdır ki, reaksiya tam bitsin. Temperatur olmadığı zaman reaksiya bitməz. Bunlar da kimyəvi hadisəyə, misallara aiddir. Gəlin, indi ümumiləşdirək. Deməli, hadisələr iki cür oldu, fiziki hadisələrdir. Dedi, kimyəvi hadisələrdir. Fiziki hadisələr həcm dəyişərsə, forma dəyişərsə, aqreqat hal dəyişərsə fiziki hadisələrə aid edilir. Hansılardır fiziki hadisələrə aid olanlar? Donma, ərimə, buxarlanma, kondensləşmə, sublimə, desublimə. Bunlar hamısı fiziki hadisədir. Qarışıqların ayrım üsulları, qarışıqların fiziki ayrım üsulları. Buxarlandırma, kristallaşdırma, distilə, xromatoqrafiya, durutma, süzmə, maqnitlə təsir etmə, havadan azot, oksigenin alınması. Havadan azot və oksigenin alınması uşaqlar fraksiyalı distiliyə aiddir.
Fraksial distilədə biz var idi ki, müəyyən bir temperatur fərqliliyinə görə əvvəlcə azot alınır, sonra oksigen alınmasıdır. Bu, distilə üsuluna aid olduğu üçün fiziki hadisə aiddir. Sonra mazut neftdən benzin, liqroin, kerosin, qazoil, mazutun alınması da hansına aiddir? Bunlar da neftin fraksial distiləsinə aiddir deyən fiziki hadisələrə aiddir. Kartofdan nişastanın alınması, bu da fiziki hadisəyə aid edilir. Kimyəvi hadisələr nədir? Kimyəvi hadisənin həcmi aqreqat halı forması ilə yanaşı, tərkibi də, xassəsi də dəyişir. Yeni bir maddə əmələ gəlir. Hansılara aiddir? Yanma, qıcqırma, çürümə, maddənin tərkib hissələrinin parçalanması, maddənin birləşməsi, paslanmaya korroziya da deyilir. Oksidaşma reduksiya reaksiyaları, piroliz, cracking, elektroliz, hidroliz, hidrogenləşmə, dehidrogenləşmə, hidratlaşma, hidrogenlə reaksiyasıdır. Hidrogenlə reaksiyaya girir, birləşmə reaksiyalarına girir və hidrogenləşmə reaksiyası adlanır. Dehidrogenləşmə isə maddədən hidrogenin ayrılmasıdır. Hidratlaşma suyun reaksiyasıdır. Dehidratlaşma isə suyun ayrılmasıdır. Suyun olduğunun aradan qaldırılması və s. kimi bu hadisələr kimyəvi hadisələrə aid edilir. Yanma, qıcqırma, çürümə və də turşuma. Bu hadisələri yadınızda saxlayınca kimyəvi hadisələrə aiddir. Bir də fiziki hadisələr hansılara aiddir dedik? Aqreqat hallarının dəyişməsi, bir də qarışıqların fiziki üsulla ayrım üsulları, bunlar fiziki hadisələrə aid edilir. İndi gəlin buradan suallara baxaq, görək hansılar bizə fiziki hadisədir, kimyəvi hadisədir. Hansı halda fiziki, hansı halda kimyəvi hadisə baş verir? Sudan oksigenin alınması. Suyun formulunu yazıram. H2O maye halındadır. O2 oksigen qazı əmələ gəlir. Baxın, burada parçalanmadır. Parçalanma reaksiyasıdır. Kimyəvi hadisə baş verir. Kimyəvi hadisə baş verir. Sudan oksigenin alınması. Birincisi kimyəvi hadisədir. İkinci, havadan oksigenin alınması. Havadan oksigenin alınması fraksial distiliyə aiddir. Fraksial distiliyə aid olduğu üçün bu fiziki hadisələr aiddir. Fiziki usulla ayrılır. Qarışıqları fiziki usulla ayrılır. Fiziki usulla ayrılırsa deməli fiziki hadisəyə aiddir. Tamam, burada baş verib oxuyaq. Yeməyin bişməsi, odunun yanması üçün başlaması və davam etməsi üçün şərtlərini izah edin. Bəli, burada temperaturdur. Yemək bişən zaman temperatur lazımdır. Odun yanan zaman temperatur lazımdır. Bunların başa çatması üçün temperaturun olması vacibdir. Bəli, reaksiyalarda, kimyəvi reaksiyalarda temperaturun olması vacibdir. İndi yenə buna baxaq, suallara baxaq, yenidən davam edək. Deyir ki, fiziki hadisələri müəyyən edin. Deyir, kimyəvi hadisələr fiziki hadisələrlə nə ilə fərqlənir? Birincisi, kimyəvi hadisələrdə yeni maddə əmələ gəlir, yəni bir maddə başqa maddəyə çevrilir, kimyəvi tərkib dəyişir. Deməli, kimyəvi hadisələrdə yeni maddə əmələ gəlir, kimyəvi tərkib dəyişir. Fiziki hadisələrdə yeni maddə əmələ gəlmir, maddə başqa maddəyə çevrilmir, yəni. Bir də aqreqat halı dəyişir. Yəni, xarici aqreqat halları dəyişir. Buradan bərkdən maye halına, mayədən qaz halına dəyişir. Bu hadisələr daxildir. İndi ikinci suala baxaq, fiziki hadisələri müəyyən edin. Qarın yağması. Qarın yağması, sütün turşuması, qurğuşun əriməsi, suyun donması. Bunlar hansılar? Bir də kömürün yanması. Hansılar fiziki və də kimyəvi hadisələrə aiddir. Baxın, fiziki hadisələri tapaq. Qarın yağması 1, sütün turşuması kimyəvi hadisəyə aiddir, qurğuşun əriməsi 2, bir də suyun donması 5. 1, 2, 5 fiziki hadisəyə aiddir. Sütün turşuması, kömürün yanması isə 4 ilə 3 və 4 isə kimyəvi hadisəyə aid edilir. Bəli, bu reaksiyanın tənliyini yazaq. Kalsium karbonatın parçalanma reaksiyasıdır. Həmən yazaq. Baxın, kalsium karbonat bərk halda olan bir maddədir. Parçalanır karbon qazına. Qaz halında bir də kalsium oksidə. Bu da bərk halındadır. Bərk bir maddəmiz qaz halında olan maddəyə çevrilir. Bir də bərk halda olan oksidə, əsası oksidə çevrilir. Fiziki və kimyəvi hadisələr bu qədər. İndi kimyəvi reaksiyaların əlamətlərinə baxaq. Yəni, kimyəvi hadisələr zamanı kimyəvi reaksiyalar baş verir, düz deyilmi? Orada müəyyən bir əlamətlər ortaya çıxır. Məsələn, nələrdir? Biz bildik ki, dəmir paslanır məsələn. Dəmir əvvəlcə bu rəngdə olmur. Dəmirin öz rəngi var, paslanır, sarı rəngə malik olur.
Bunun rənginin dəyişməsi, reaksiya baş verir, kimyəvi hadisə baş verir və rəngi dəyişir. Sonra mətbəxdə yağlı qidaların yanması. Yağlı qidalar yanan zaman ətrafa çox pis qoxu, bir də tüstü əmələ gəlir ki, bu da bu reaksiyanın əlamətidir. Sütün turşumasıdır ki, burada sütün dadı çox pis dada malik olur ki, bu dad da kimyəvi reaksiyanın əlamətini müəyyənləşdirir. Kimyəvi reaksiyanın əlaməti rəngin dəyişməsi, qazın ayrılması, bir də kökündünün alınması ilə də müəyyən olunur. Aha, burada belə. İndi baxın, buranı bitirək deyim. Deməli, kimyəvi reaksiyanın əlamətləri buranı öyrənmək lazımdır. Rəngin əmələ gəlməsi və ya da itməsi, kökündünün əmələ gəlməsi, qazın ayrılması, iyin əmələ gəlməsi, istiliyin ayrılması və udulması, işığın əmələ gəlməsi və başqaları. Deməli, bu əlamətlərdən hansı baş verirsə, deməli, kimyəvi reaksiya baş verir, kimyəvi hadisə baş verir. Məsələn, bu reaksiyalardan birinə baxaq. Malaxitin parçalanması. Malaxitin formulu mis karbonatdır. Mis OH2, karbon O3. Bu parçalanır. Bu maddə parçalanır. Mis 2 oksid əmələ gəlir. Karbon qazı əmələ gəlir. Bir də H2O əmələ gəlir. Baxın, malaxit budur. Mis OH2, karbon O3. Mis karbonat deməkdir və yaşıl rəngli maddədir. Yaşıl rəngli maddəni biz qızdırdığımız zaman maddənin rəngi dəyişir, qara rəngdə əmələ gəlir. Bu qara rəngin olmasının səbəbi mis 2 oksidin olmasıdır. Baxın, normalda maddəmiz yaşıl rəngdədir. Yaşıl rəngdədir. Ancaq mis parçalanan zaman mis 2 oksid əmələ gəlir. Bu mis 2 oksid maddəni qara rəngə boyuyur. Deməli, maddəmizdə nə baş verdi? Bu reaksiyada nə baş verdi? Maddəmizin rəngi dəyişdi. Maddəmizin rəngi dəyişdi. Karbon qazı əmələ gəldi. Baxın, buradadır. Reaksiya buradadır. Malaxiti qızdırılır. Karbon qazı əmələ gəlir. Bir də maddənin rəngi dəyişir. Bir də burada kondensləşmə hadisəsi. Kondensləşmə hadisəsi su buxarcıqları əmələ gəlir. Bu da bilirik ki, burada H2O maddəsi əmələ gəlibdir. Malaxitin parçalanma reaksiyası bu şəkildə olur. Rəng dəyişilməsi olur, bir də qaz əmələ gəlir. Həmçinin kondensləşmə hadisəsini də müşahidə etmək mümkündür. Deməli, bu reaksiyamızda rəng dəyişikliyi və qazın əmələ gəlməsi müşahidə etdik. Digər reaksiyalar da var. Onları da bərabər baxaq. Məsələn, köküntü reaksiyası. Kalium yodiddir. Kalium yodid qurğuşun 2 nitratla reaksiyaya girir. Qurğuşun 2 yodid əmələ gəlir, duz əmələ gəlir. Həmən duz köküntüdür. Bir də kalium nitrat əmələ gəlir. Bu duzdur. Normal duzdur, köküntü olmayan duzdur. Baxın, kalium yodid reaksiya gedir qurğuşun 2 nitratla. Sarı rəngli bir köküntü əmələ gəldi. Baxın, burada rəngin dəyişməsi, bir də köküntünün əmələ gəlməsidir ki, reaksiyanın baş verməsinin əsas əlamətlərindən biridir. Köküntünün əmələ gəlməsi, yeni rəng əmələ gəldi, həmçinin köküntü əmələ gəldi. Burada qurğuşun köküntü əmələ gətirən qurğuşun yodiddir, 2 yodid. Qurğuşun 2 yodidi biz əgər soyuq suya, buzlu suya əlavə eləsək, bu kimyalarda məşhur reaksiyalardan biri olan qızıl yağış effektidir. Bu reaksiyanı əmələ gətirəsidir. Əgər əmələ gələn maddəni biz buzlu suda saxladığımız zaman qızıl yağış effektini verən reaksiya qızıl kristalları əmələ gələsidir. Bu reaksiyanı istəsəniz baxa bilərsiniz. Bir digər reaksiyamız kalsium karbonatın H-xlor turşusuna reaksiyasıdır. Bu reaksiya zamanı duz əmələ gəlir, kalsium klor əmələ gəlir, karbon qazı əmələ gəlir, bir də H2O əmələ gəlir. Reaksiya aparılır, qızdırılır. Bu reaksiyanın aparılması üçün temperaturun axıra qədər davam etməsi lazımdır. Bu reaksiyada nəyə müşahidə edirik? Qazın əmələ gəlməsi, karbon qazının əmələ gəlməsi ilə. Reaksiya karbon qazının əmələ gəlməsi ilə başa çatır. Deməli, qaz əmələ gəlir. Məsələn, bunun qazın təyini üçün kalsium karbonatdan istifadə olunur, kalsium OH2-dən istifadə olunur. Əgər kalsium OH2-nin suyu bulandırırsa, deməli burada karbon qazı əmələ gəlib. Karbon qazı var. Karbon qazının təyini kalsium OH2 ilə aparılır, ahəng suyunu bulandırır. Rəng bulanması ilə biz reaksiyanı görmək mümkündür. Rəng bulanırsa, deməli burada reaksiya baş veribdir. Burada klor turşusundan
tabaşir parçası kalsium karbonatın reaksiyasıdır. Qaz əmələ gəlir, qaz qabarcıqları əmələ gəlir. Burada kalium yodidin də qurğuşun nitratla reaksiyasıdır. Rəng dəyişikliyi əmələ gəlir. Köküntü əmələ gəlir. Köküntü də sarı rənglidir. Sarı rəngli köküntünü də qurğuşun 2 nitrat əmələ gətirir. Bunları da yadınızda saxlayın. Rəngin əmələ gəlməsi, itməsi, köküntünün əmələ gəlməsi, qazın ayrılması, iyin əmələ gəlməsi, istiliyin ayrılması, udulması və işığın əmələ gəlməsi və s. İndi baxaq ekzotermik və endotermik reaksiyalara. Bildiyimiz kimi, hər bir əşya olsun, cisim olsun, müəyyən bir enerjiyə sahib olmalıdır ki, bu hərəkət edə bilsin. Məsələn, maşın. Maşının enerjiyə sahib olması üçün yanacağa ehtiyac var. İnsanların enerjiyə lazım olması üçün qidaya ehtiyacı var. Bir telefon götürək. Telefonun da enerjiyə ehtiyacı işləməsi üçün lazım olduğu şey nədir? Enerjidir. Yəni, zaryadkadır ki, biz onu zaryadkaya taxmalıyıq ki, biz ondan istifadə edə bilək. Reaksiyalar da bu şəkildədir. Reaksiyaların da baş verməsi üçün uşaqlar istilik ya ayrılmalıdır, ya udulmalıdır. Ona görə reaksiyalar iki cür olur. Eksotermik reaksiyalar, endotermik reaksiyalar. Ekso sözünün mənası xarici deməkdir. Xarici. Endo sözünün mənası isə daxili deməkdir. Daxili. İndi bu reaksiyalar baş verən zaman, eksotermik reaksiyanın baş verdiyi zaman istilik xarici ayrılır. Ona görə bu reaksiya eksotermik reaksiyadır. Baxın, xaricə doğru göstərilibdir burada. İstiliyi ayrılır, bu eksotermik reaksiyadır. Əgər istiliyin udulması ilə baş verirsə, bu reaksiyalarımız da endotermik reaksiyalardır. Endotermik reaksiyalara aid edilir. Və istilik udulur. Sistem tərəfindən istilik udulur. Deməli, istilik ayrıla bilər, bir də istilik udula bilər. İstilik udulursa endotermik reaksiyalardır. İstilik ayrılırsa eksotermik reaksiyalar aid edilir. Baxın, eksotermik reaksiyalarda istilik ayrıldı. İstilik ayrıldığı üçün müsbət Q ilə işarə olunur. İstilik ətrafa ayrılır, ətraf mühitə ayrılır. Ancaq endotermik reaksiyalarda isə istilik udulur. Sistemdən, ətraf mühitdən udulduğu üçün mənfi Q ilə işarə olunur. Deməli, eksotermik reaksiyalar müsbət Q-dur, endotermik reaksiyalar isə mənfi Q ilə işarə edilir. Baxın, buradadır. Əksər birləşmə reaksiyaları, bir də yanma reaksiyaları. Birləşmə reaksiyaları, yanma reaksiyaları eksotermikdir. Birləşmə, bir də yanma. Yanan zaman uşaqlar, ətraf mühitdə istilik ayrılır, işıq ayrılır. Bu zaman eksotermik reaksiya baş verir. Ancaq parçalanma reaksiyaları endotermik reaksiyalardır. Parçalanma reaksiyaları isə endotermik reaksiyalara aid edilir. Birləşmə, yanma eksotermik, parçalanma endotermik reaksiyalar. Sadəcə bir istisnamız var. Hansı reaksiyadır bu? Bu reaksiyamız azotun oksigenlə yanma reaksiyasıdır. Azot oksigenlə yanan zaman istilik ayrılmır. İstilik udulur. Əmələ gələn maddəni yazım. 2NO əmələ gəlir və istilik udulur. İstilik ayrılmır. Bütün yanma reaksiyaları eksotermik olduğu halda azotun oksigenlə yanma reaksiyası endotermikdir. Nəyə görə endotermik olur? Azot arasında 3 qat rabitə var. Oksigen arasında 2 qat rabitə var. Bu rabitənin qırılması üçün, uşaqlar, reaksiyalarda istilik ayrılmır. İstilik udulmalıdır ki, bu rabitələri qıra bilsin. Reaksiya nə vaxt reaksiya baş verir? Rabitələr qırılan zaman. Rabitələr qırıldığı üçün reaksiya baş verir. Bu reaksiyanın baş verməsi üçün rabitələr qırılmalıdır. Qırılması üçün də istilik udulmalıdır. Bunun tərsi isə parçalanma reaksiyası isə eksotermik reaksiya adlanasıdır. Amma əksər parçalanma reaksiyaları isə endotermik reaksiyalara aid edilir. Məsələn, burada da azotun oksigenlə yanma reaksiyası endotermik reaksiyadır. Sonra kalsium karbonatın parçalanma reaksiyası. Parçalanma reaksiyaları endotermik reaksiyalara ayrılır. Kalsium oksid əmələ gəlir. Bəli,
Çünki bir maddə parçalanması üçün istilik udulmalıdır ki, maddə parçalana, ayrıla bilsin. Və bu qədər. Deməli, nə öyrəndik? Eksotermik, endotermik reaksiyaları öyrəndik. Eksotermik reaksiyalar istilik ayrılır, xarici ətraf mühitə ayrılır, ona görə müsbət Q ilə. Endotermik reaksiyalarda istilik udulur, mənfi Q ilə işarə olunur. Bir də ki, azotun yanma reaksiyaları ümumiyyətlə eksotermikdir, istilik ayrıldığı üçün azotun yanma reaksiyaları endotermikdir. Azotun yanma reaksiyası endotermikdir. Azotun monoksidin isə parçalanması isə eksotermik reaksiyaya aid edilir. Reaksiyalar haqqında bu qədər. Burada isə kimyəvi reaksiyalar edir. Rəngin əmələ gəlməsi, köküntünün əmələ gəlməsi. Başqa var idi burada. Malaxitin parçalanmasını göstərdik. Köküntünün əmələ gəlməsi, İyin əmələ gəlməsi, qazın ayrılması, istiliyin ayrılması, udulması, işığın əmələ gəlməsi. Bu da kimyəvi reaksiyalara aid idi. Burada kimyəvi hadisələrə, fiziki hadisələrə baxdıq. Bunlar da hansılara aid idi? Burada baxaq. Donma, ərimə. Bunlar bir dəqiqə burada olmalıydı. Buranı da yadınızda saxlayın. Çünki suallarda ən çox buradan düşür ki, ərimədir, donmadır, buxarlandırmadır, qarışıqların fiziki üsuluna ayrılması da bu fiziki hadisəyə aiddir. Kimyəvi hadisələr yanma, qıcqırma, çürümə, tərkib hissələrinin dəyişməsi, hidratlaşma, dehidrogenləşmə isə kimyəvi hadisəyə aid edilir.